əhalinin məişət xərclərinin önəmli bir hissəsini kommunal xərclər tutur. Ona görə də bu xərclərin artımı daim maraq doğuran mövzulardan biri olur. Bəs ölkədə kommunal xidmətlərin qiymətləri artacaqmı? Bizim media məlumat verir ki, mövzu ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc referansla açıqlamasında qeyd edib ki, kommunal xidmətlər sonuncu dəfə 2 yanvar 2002-ci ildə Tarif Şurasının qərarına uyğun olaraq artırılıb. Yəni, hal-hazırda bilirsiniz ki, aprel ayındayıq və hər hansı bir artım barədə məlumatımız yoxdur. Düşünürəm ki, bu proses hər vaxt ilin sonunda və ya əvvəlində aktuallaşır. Mövcud xidmətlər üzrə çəkilən xərclərə uyğun olaraq əgər kommunal xərclərin artımı baş verirsə, onun bölgüsü və vətəndaşlara düşən hər xidmət üzrə paylarda müvafiq dəyişikliklərin olması Tarif Şurasının qərarından sonra qüvvəyə minər. Bu istiqamətdə hər hansı bir yeniliyin, artımın olacağı haqda bir anons və yaxud da məlumat təqdim edilməyib, deyə o qeyd edib. Onun fikrincə, ilk növbədə kommunal xidmətlərin səviyyəsini və keyfiyyətini artırmaq daha vacibdir. Çünki hal-hazırda istər ümumi Bakıda, istərsə də ayrı-mənzil kommunal təsərrüfatlarında və yeni tikililər inşa edən MTK MMC-lərdə hər hansı bir xidmət haqqının dəyişilməsi zərurətini görmürük. Düşünürəm ki, bütün hallarda ilk növbədə müasir dünya standartlarına uyğun şəkildə kommunal xidmətlərin göstərilməsinin təmin olunması ətrafında müzakirələrin aparılmasına ehtiyac var. Son günlər yağan yağış həcminin qarşısında bir sıra kommunal xidmətlərin dayanıqlı, keyfiyyətli xidmət ortaya qoya bilməməsi bu istiqamətdə müvafiq qərarların qəbulunu zəruri edir. Dönəlmiş istismar müddəti keçmiş xətlərin yeniləri ilə əvəz edilməsi, habelə müasir standartlara cavab verməsinin təmin edilməsi və bu xidmətlərdən bütün ölkə əhalisinin, xüsusilə də Bakı şəhər əhalisinin istifadə etməsinin təmin olunması daha ciddi məsələlərdir. Nəinki bu xidmətlərin qiymətlərinin artırılması, çünki keyfiyyəti yüksəltmədən xidmətlərin qiymətində olan artım böyük sosial narazılığa səbəb ola bilər. Bu da arzu edilən məsələ deyil.